Burası sizin yeriniz değil. Xəttin yanından başlayır. Heç nə çıxarda bilməzsiniz. Allah, hiçbir şey. Hiçbir şey. Ha, burada qapqacaq da. Ha, çadır iki çadırın. 2 metre. Dur üzerinde. Bunlar nədir bu? Burada elə bir çadır kiraya verilir də. Ha, çadır kiraya verirdiniz. Hə, Onun ha, 500 boşqablar, hə, çadırlar, çadırlar, hər bir şeydən kir, danışqa, gəbə. Hadi bütün o çadırın verilməsi üçün lazım olan bütün avadanlıq, ləvazımat hamısı yanıb külə dönüb. Hamısı. O vışqanın yanından gəlib. Biz zəng elədik. Vışqanın yanından yana gəlib. Çıxdım mən yuxarıdan baxdım. Dedim bəndin o özündən. Bənd keçə bilməz mənim. Saat bir dur deyir. Bəli, bu 20 hektar yerdir yana. Aranızda 20 hektarın hamısı yana. 20 hektar yer yanıb. Ha. Oturduğun yerdə işə düşmək buna deyirlər. Bir yandan yanğın, bir yandan da fırtına, külək və üzü də buradan bura əsir. Nə qədər insan işləyirdi burada? 3, 4, 7 nəfər. 7 nəfər buradan evinə çörək aparırdı. Hardasa bir 80-100 min arasında burada ziyan var. Əvvəl dövlət kömək eləyirdi. İndi bu sığortanı var və o sığorta olunsa, o sığorta şirkəti bu xərcləri ödəyir. Bunun da çoxlu tədbir aparıldı, danışıldı, informasiyalar verildi, amma yenə də insanlarımız biraz səthi yanaşırlar, səhlənkar yanaşırlar. Əvvəllər bizə gəlib məcburi olunurdu. 50 manat illik ödəniş olurdu. Nə Bilmirəm, onda olsun o şişəsinin anda o bizə ödəyərlərmi, nədirsə. Bu aktlaşdırılsın, öyrənilsin, sonra baxaq ki, hansı dövlət orqanlarına müraciət ilə kimə deyək ki, hər halda sən sahibkarsan və çox ağır bir vəziyyətlə yaşayırsan. Oturduğun yerdə işə düşürsən, valla. Oturduğun yerdə işə düşürsən. Çünki bu yanğın oradan 20 hektarı yandıra gəlib Gəlib, təkmə. Həmin anda da 15-20 dəqiqədə bir tufan qopub, küləyə vurub sənin üstünə. Yəni bil ki, hər şey üst-üstə düşüb. Sizin adınız necədir? Tahir Həşim. Tahir Həşimov. Üzülmə, şükür Allaha salamatçılıqdır. Bu əllərinlə qazanmısan, yenə qazanarsan. Yenə qazanarsan. Ruhdan düşmə. Ruhdan düşmə. Aidiyyəti orqanlarla görüşəndə o deyən də oradakı bir tədbir görsünlər də, orada bir yolunu qırsınlar mı, bir yol açsınlar, cıqır açsınlar ki, o izə o dolanda bu izə keçməsin.